Salam aleykum, yeni vlogumuza xoş gəlmişsiniz. Necəsiz? İnşallah yaxşısınız. Biz şükürlər olsun yaxşıyıq. Baxın hardayım. Sumqayıtda. Bu günləri qardaşım oğlunun 1 yaşı tamam olur. İnşallah ki çalışacağım. Orada restoranda çoxlu çəkilişlər eləyim sizin üçün. Bu arada Sumqayıta gəlməyimin səbəbi də özümə qəşəng bir don almışam. Sürpriz olsun. Giyinəndə inşallah görərsiniz. Bunlar da buradadır. Salam aleykum. Əbişim. Kanala mütləq abunə olun və dəstək olun bizə. Eləmə. Sizin hər bir kommentiniz bizə motivasiyadır. Hər bir like'ınız bizim kanalı irəli aparır. Hər bir nəzəriniz bizim üçün önəmlidir. Bu arada bugün ayın martın 11-idir. Sabah da martın 12-sidir. Əbəlfəzin 5 yaşı tamam olur inşallah. Allah cəmi balaları saxlasın. Allah cəmi ailələrə ömrünüzü nəsib eləsin inşallah. Belə, indi bir dənə şəhərdə, molda kiçik bir işimiz qalıb. Onu gedirik həll eləməyə. Oradan sonra inşallah Hüseyin dərsdədir, məktəbdədir. Biz səhər tezdən Ənəli Hüseyini məktəbə qoyandan sonra çıxmışıq ki, işlərimizi həll eləyək. Sonra bir dənə Kənan da özünə köynək falan almalıdır. Onları həll eləyək. Sonra evə gedib hazırlaşmaq. Təbii ki, axşama da iftaradır. İftar süfrəsidir saat 7-də. Oradan da çəkiliş eləyəcəm. Birazdan görüşək. Elə biz hamımız tam kadro gedirik restorana inşallah. Əbiş görsənmir çünki İftara az qalıb. Çox az qalıb. Biraz da protka var. Necə satacaq bilmirəm. 30 dəqiqə falan qalıb iftara. Vay. Allah həmin orucun, hamın orucun qəbul eləsin. Nəsə bu günləri ziyanmaz susuz anlar dəhşət. Çox. Gedirik indi inşallah. Orada mütləq çəkilişlər gələcək. Bizi izləyin, kanalımıza abunə olun, like eləyin. Rəy bildirin. Yorumlar yazın. Çok denk geldi. Buralar. Her zahmet olmasın. Keç otur, Əbəlfəz, keç otur. Allah sakal gel. Şey gibi. Mən bu... Gelince dünyamıza sevgi nur getirdin hayatımıza. Doğum günün küçük toyun mübarek. Ne yaxşı ki gelmişsen yanımıza. Bu kimdi bu, kimdi bu? Ne güzel olandı bu. Kimdi bu, kimdi bu? Bizim Batuhan'dı bu. Atası kurbanın balaca dünyası. Anası ayıktı. Doğum günün mübarek Batu. Şimdi ne güzel olandı bu. Şimdi bu, şimdi bu. Bizim Batuhan'dı bu. Şimdi bu, şimdi bu. Ne güzel olandı bu. Şimdi bu, şimdi bu. Bizim Batuhan'dı bu. Disco, disco, barışmamız için koyun mübarek oldu. Çiçek elleriyle keşfediyor dünyanı. O güneşin ki heyran edeyim sana. Köpek balığı gezeyim, gelin İtalyanı. Rabbim her zaman korusun balaca Batuhan'ı. Batı gözleri. Bibi olmaq deyirəm ki, həqiqətən də möhtəşəm bir duyğudur. Allah arzusunda olan bütün bacılarıma qismət eləsin inşallah. Allah balamızı qorusun, əməl salih övladlardan olsun, üzü daim gülsün, xoşbəxtlərin xoşbəxt olsun inşallah. Yəni hər zaman bilsin ki, bibisi onun dağ kimi arxasındadır. Çox sevirəm ona həqiqətən. Yəqin ki, bütün bibilər belədir. Qardaş balaları üçün ürəkləri gedir. Onun bir gülüşünə yəni dünyanı verərəm. Şükürlər olsun onu verən Allaha. Belə xanımlar, ola bilər ki, körpə səsi gəlsin. Bu videonu mən həm edit eləyirəm. Çünki ümumiyyətlə orada olan musiqiləri mən qoyanda deməli telif hüququ gəlir də, təlif hüququ da gələndə yəni olmaz mənim kanalıma ziyan verə bilər. Teşekkür ederim. Uşaqlar, yaxın gələk. Bizim dostumuzun gözəl vaxtımız neçə yaş olur? 1 yaş olur. Hamımız yaxın gələk. Gözəl iqralarımız var, şovlarımız var. Ona görə hamımızı yaxın gəlmək lazımdır ki, biz də şovlarımıza başlayalım. Həm də kiçik toydu, bayrama qarşı. Hüseyin, tata, canım. Sizə mübarək olsun. Gözəl balamız və Şuşanın 3 bayramını büyük. Çərşənbə, ad günü, kiçik toyu. Təbrik edirəm.
edirik. Adamla böyüsən. Valideynlərdə layıqlı şipşirin bala olmasın. Sağ ol. Keçirik oyunumuza. Ay gözəl. Necəsən? Ne teşekkürsen. Özü gelir. Adın nedir senin? Dur hemen tanıyorsan. Ben kimim? Kıllım pulpul baş. Bu ülkeyi görüm ay güzel. Necesin? Esmet Neciyen. Ben büyük yaşlı bir bayramdı. Ad günüdür. Ona göre kefal ayarladı. Adın neceydi? Zeynep. Kızlar ne yakın gelmişsiniz? Samir. Ay Samir. Gel burama çevireyim sana. Koy. Hüseyin'i gördün. Niye Kırmızı kalın. Kızlardan biri çıksın kırmızıya. Söhbətimə qaldığım yerdən davam edeyim. Deməli, ziyan verə bilər. Ona görə də musiqilərin səsini alıram. Bəzi yerlərdə çox düşəndə musiqinin səsi. Belə davam eləyirəm. Yəni, sizinlə biraz söhbət eləyirəm. Bu arada bu günləri hal-hazırda həm sizə videonu edit eləyirəm. Bacımgildəyəm. Balaca balamız yatmır. Gecələr ümumiyyətlə bacıma imkan vermir ki, 1-2 saat yuxu yatsın. Ona görə də gəlmişəm bu gün ona biraz kömək eləməyə, dincəlsin. Mən də biraz balaca ilə ilgilənirəm, ona baxıram. Allah bütün körpələri qorusun inşallah. Belə burada uşaqlar o qədər əyləndilər ki, həqiqətən şou proqram falan hamısı çox gözəl idi. Bilmirəm qeyd eləmişəm yoxsa yox, amma deyəsən qeyd eləməliyəm. Elə bil ki, qardaşımın oğlunun adı Batuhandır. Batuhan elə bil ki, martın 11-idir. Mənim Əbəlfəzim isə martın 12-sidir. Aralarında cəmi bircə gün fərq var. Bu ayın inşallah 15-i isə mənim körpə qızımın, bacım qızının inşallah 40-ı tamam olur. Deməli, mən sizə hal-hazırda ayın 13-dən yazıram səsimi. Ayın 15-i inşallah 40-ı tamam olacaq. Orada çəkilişlərini eləyib xalaları ilə bölüşəcəm inşallah. Bu arada Əbəlfəzin də dünən ad günü idi. Onun da ad gününü çəkilişini eləmişəm. Bu vlogumdan sonra Əbəlfəzin doğum günü vlogu olacaq inşallah. Yəqin ki, sizə xoş vloqlar çəkmiş olaram. Bu arada görürsünüz Əbəlfəzin ad günüdür. Heç nə yemədi. Dedi, ancaq kartoşka fri ilə nugget. Bu restorana getdisə, bunun ancaq bir dənə menyusu var. Onu alır, onu yeyir, bu qədər. Başqa bir şey yemir. Burada qəşəng belə əyləncəli oyunlar falan oynadılar. Uşaqlar dedilər, güldülər. Xoş oldu hər birimizə. Burada da indi görəcəksiniz. Mənim balımı ilk dəfədir də oradan sizlərə göstərirəm. Onun üzünü ola bilər ki, paylaşmışam 1-2 dəfə. Amma üzünü göstərməmişəm, üzü bağlı şəkildə. Şirinimdir də mənim. Allah qorusun, Allah bütün balaları qorusun inşallah. Allah körpə arzusunda olan, qız, oğlan, yəni heç bir fərq yoxdur. Əsas odur ki, sağlam, salih övlad nəsib eləsin. Kim ki övlad arzusundadır, hamısının qucağını Rəbbim doldursun inşallah. Sağlam, salih balalarla inşallah, amin.
Ne arzusu varsa, ev arzusunda olanlara ev, ne bileyim sonra iş arzusunda olanlara tezliklə iş, borcu olanları borca qaytarmağında Rəbbim kömək olsun. Evsizlərə ev, övlad həsrətində olanlara övlad nəsib eləsin inşallah. Hər dəfə yəni özümdə bəlkə də bilmirəm siz yorulursunuzmu, amma sizi dua eləmək istəyirəm. Yəni özümü də dua eləyirəm, sizləri də dua eləyirəm. Allah hər birimizi qorusun. Vloqumuzu da bəyənməyi unutmayın, kanalımıza abunə olun. Özünüzə yaxşı baxın. Allah'a əmanət olun. Bir sonraki vlogumuzda görüşərik mütləq. Sağ olun, salamat qalın.